Salam uşaqlar, bugünkü qonağımız 10-cu sinif şagirdi Rıza Mahmuddur. Mahmud dedi ki, mən bu sualın cavabını verə biləcəm. Deməli, bizə düzbucaqlı verilmişdir. Düzbucaqlının ölçüləri verilib 4 və 6 cm. MNK, Y nöqtələri, orta nöqtələr verilmişdir. Bizdən soruşur ki, bu dördbucaqlının MNK, Y dördbucaqlının sahəsini tapın. Mahmud, sənin fikrin necədir bu məsələ haqqında? Birinci sən öz fikrində, sonra da mən də öz fikrimdə. Məncə buraları veribdir. Deyir orta nöqtədir. Onda ABCD bərabərdirsə, burada 2 düşəcək, burada 2 düşəcək. Bura olur 2. Bəli, burada olur 2. AD deyib BC bərabərdir. Bunları da verib 6. Bu da orta nöqtə olduğuna görə 3 götürürük. Aşağılarda həmçinin olur. 3. Burada 2. Sonra nə edəcəksən? Düzbucağlının sahəsini tapıb, bu kiçik düzbucaqların sahəsini çıxmaq. Bəli. Bu üçbucağlının sahəsi nəyə bərabərdir? Düzbucaqlı üçbucağın sahəsi. Düzbucağlının sahəsi 2-də 1 AB-yə. Yəni katetlərin hamısını yaz. Yaz, S üçbucaq bərabərdir. Bu tərəfdə deyiniz, bu düşsün yazıları. Bərabərdir. 2-də 1 vurulsun. Nəyə? 2 vurulsun 3. Bu da elə necə? 3. Deməli, o üçbucaqların sahəsi nədir? Hamısı 3. Düzdür? Sonra düzbucağlının sahəsini tapırıq. Düzbucaqlı. 4 vurulsun 6. Burada 24. Sonra nə edəcəksən? Üçbucaq 4 dənə olduğuna görə. Bəli. 3 vuracaq 4-ə. Hadi 12. O zaman sonra 24-dən 24-dən çıxacaqsan. 12-ni, bu da bərabərdir 12. Bəli, bu 4 bucağın sahəsi bərabər olacaq 12. Əla. Yaxşı. Daha kim başqa üsulla yaza bilər? Mən. Yaza bilərsən? Fərqli bir yolla. Gəl vermələr. Dostlar, deməli bu da 10-cu sinif şagirdi. Ağa Hüseyndir. Ağa Hüseyn, sən necə yaza bilərsən? Mən düşünürəm ki, Bəli. bunları bərabər qalır, yəni 2-2, burada 3 olur. Sonra mən M-in xətti çəkirəm və M-in yoxsa MK? MK və N-i. Hə, nöqtələri birləşdirmək istəyirsən. Bəli. Buyurun. Ya birləşdir. Birləşdir, görək bərabər. Sonra bunu siləyəm ki, həllər qarışmasın. Yaxşı, sonra nə edəcəksən? Sonra buradan pitonuzu tapacağım. Hipotenuzu tapdın, yəni M-in tapacaqsan. M-in nədir? MK-ya bərabərdir, o da ki, M-yə bərabərdir. Yəni ki, bu